əkinçilik və heyvandarlıq. İndi heyvandarlığa baxaq. Şimali Amerika, Avropa ölkələri, Avstraliya, Yeni Zelandiya, bir sıra Şərqi Avropa ölkələri üçün kənd təsərrüfatının aparıcı sahəsi heyvandarlıqdır və intensiv xarakter daşıyır. İntensivlə ekstensivi demişdik ki, intensiv odur ki, deməli, daha çox elm, texnologiyanın tətbiq olunduğu, inkişaf etmiş ölkələrə aid idi, əmtəlik istiqamətli təsərrüfata aiddir, yəni satışa, bazara çıxarılan kənd təsərrüfatı məhsullarına aiddir. Daha sonra intensivdə ərazini yox, keyfiyyəti artırırdıq, heyvanların sayını yox, keyfiyyətini artırırdıq. Ekstensivdə isə tam tərsinə əkin sahəsi artırılır, heyvanların sayı artırılır, otlaq sahələri artırılır. Belə idi və daha çox istehlak tipli kənd təsərrüfatına aid idi. Və heyvandarlıqda dedik ki, əsas 3 sahə var: qaramal, qoyunçuluq, bir də donuzçuluq. Qaramalın sayına görə Hindistan, Braziliya, Argentina, Çin, ABŞ, Rusiya fərqlənir. Deməli, maldarlıq südlü ətli istiqamətli ola bilər və ətli istiqamətli. Südlü və südlü ətli maldarlıq mülayim qurşağın meşə və meşə çöllərindədir, amma ət yönümlü olan ətli maldarlıq isə mülayim və subtropik qurşağın quraq rayonlarında. Yəni əsas otla qidalana bilirsə ətli olur, belə deyək. Və dağlıq ərazilərdə, yəni ot olan yerlərdə inkişaf etdirilir. Qərbi Avropa ölkələrində, xüsusilə Norveç, Danimarka, Niderland, Fransa, Böyük Britaniyada intensiv əmtəlik, yəni satış məqsədli südlü ətli maldarlıq xasdır. Deməli, Danimarka, Norveç, Niderland, Fransa, Böyük Britaniya, yəni Qərbi Avropanın yüksək inkişaf etmiş ölkələri intensiv inkişaf eləyib orada maldarlıq və əmtəlik südlü ətli istiqamətli maldarlıqdır. Əmtəlik heyvandarlıq Kanada, Yeni Zelandiya, Avstraliya ölkələri üçün xasdır. İstehlak tiplisi inkişafda olan ölkələrə aiddir. Donuzçuluq dünyada istehsal olunan ət məhsullarının 40% donuzçuluğun payına düşür. Əgər sizə deyirsə donuzçuluğa aid olan rayonlar, ölkələri götürün məsələn. Donuz deyirsə İslam ölkələrinə çıxın oradan. Həmçinin Pakistandır. Əsas götürün Çin və ölkələr üzrə Çin, ABŞ, Rusiya, Almaniya, Braziliya, Polşa, Fransa fərqlənir. Harda yerləşir? Əsas əhalinin sıx məskunlaşdığı rayonlarda, iri şəhər aqlomerasiyalarında, onun yaxınlığında, yəni intensiv heyvandarlıq mərkəzlərinə yaxın, kartof və şəkər çuğunduru əkini olan yerlərə meyl eləyir ki, onun tullantıları ilə qidalana bilsin, qidalandırsınlar onu. Şimali Afrikada, Cənub-Şərqi Asiyada və Mərkəzi Asiyada və digər müsəlman ölkələrində donuzçuluq inkişaf etməmişdir. Qoyunçuluq, harda ki, geniş otlaq yerləri var, yəni səhra olan yerlərdə qoyunçuluq götürə bilərsiniz. Geniş otlaq sahələrinə malik ölkələrdə, dağlıq ərazilərdə inkişaf etdirilir. Daha çox quraq iqlimə malik ərazilərdədir. Qoyunçuluqda Qaragül qoyunçuluğu əsas Türkmənistan, Özbəkistandadır və ümumiyyətlə qoyunçuluq özü səhra və yarımsəhra ərazilərində, tövlə şəraitində, səhra yarımsəhra olan yerlərdə tövlə şəraitində inkişaf edib. Boliviya, Çili, Peru, Əfqanistan, Monqolistan, Qazaxıstan və sair ölkələrə xasdır. Qoyunların sayına görə Avstraliya fərqlənir, Yeni Zelandiya fərqlənir, Çin, Rusiya, Hindistan, Argentina, Türkiyə, İran, Sudan və sair seçilir. Balıqçılıq. Balıqçılıq məhsullarının ümumiyyətlə ətə olan tələbatının 75-80%-nin ödənməsinə sərf edilir və dünyada 3 əsas balıq rayonu ayrılır. 30 dərəcə şimal enliyindən yuxarıda şimal balıqovu rayonudur. Balıqçılıq deməli okean və dənizlərin hər yerində yayılır. Amma əsas burada 6 ölkə fərqlənir. Yaponiya, Çin, ABŞ, Çili, Rusiya, Peru. Xüsusilə də burada balina ovuna görə fərqlənən ölkələr Peru, ABŞ, Çili və sairədir. Bunu tez-tez görəcəksiniz. Peru, ABŞ, Çili. Daha sonra dünyada ən çox balıq ovlayan, balıq məhsulları istehsal edən və istehlak edən ölkə, yəni istifadə edən də elə Yaponiyadır. Və balıq ovunun 67% Sakit okeanındır, 27% Atlantik okeanındır. Deməli 6% isə Hind okeanının payına düşür. Sonra quşçuluq. Quşçuluq ümumiyyətlə şəhər ətraflarında yerləşdirilir. Çünki qısa zamanda əhalinin ətə olan tələbatını ödəyə bilir. Sürətlə inkişaf eləyir. Əhalinin ət məhsullarına olan tələbatını qısa müddətdə ödəyir. Sənayeləşmiş intensiv kənd təsərrüfatı sahəsidir. Dünyada istehsal olunan ət məhsullarının həcmində quşçuluğun payı artır. Yenə də deyirəm, qısa zamanda çox ət verə bilir. Xüsusilə broiler quşçuluğu İri şəhər aqlomerasiyalarına yaxın yerləşdirilir, əhalinin ətə olan tələbatını ödəmək üçün. Arıçılıq. Dağlıq ölkələrdə, subab av çimərliklərində, Boliviya, Peru, Qırğızıstan, mülayim qurşaqda, Ukrayna, Moldova, Polşada inkişaf eləyib və baramaçılıq isə Çin, Hindistan, yəni bu ipək parça ilə də saxlaya bilərsiniz. Çin, Hindistan, kəlağaylarla falan, İndoneziya, Hind-Çin ölkələri və Mərkəzi Asiyada da yaxşı inkişaf etmişdir. Bu da oldu heyvandarlıq.
Burada balıqçılıqda onu qeyd eləmək olar. Marikultur, bir də akvakultur təsərrüfat var. Bu nədir? Dəniz mühitində müxtəlif orqanizmlərin artırıldığı marikultur. Yəni əgər təkcə duzlu sularda, yəni dəniz mühitində, süni şəkildə orada balıqlar və ya canlılar artırılırsa, bu olur marikultur. Həm dəniz, həm də quru sularda, yəni həm duzlu, həm şirin sularda, yaşayan heyvanların süni artırıldığı sualtı fermalar isə akvakulturdur. Yəni akvakultur daha geniş bir anlayışdır. Yəni həm şirin, həm duzlu suda yaşayanlar, həm marikultur isə yalnız dəniz mühitində yaşayan canlıların artırıldığı təsərrüfatdır. Belə təsərrüfatlar Yaponiya, Çin, ABŞ, Avropa ölkələrində geniş yayılıb. Və meşə zonasının geniş yayıldığı yerlərdə həmçinin meşə təsərrüfatı, ovçuluq var. ABŞ, Rusiya, Kanadanı buna demək olar. Sonra burada da deməli görürük ki, əsas südlük və südlük ətlik heyvandarlıq hardadır? Mülayim dəniz, mülayim kontinental iqlim olan yerlər, qarışıq enliyarpaqlı meşələr olan meşə çöl. Burada əsas südlük ətlik istiqamətli heyvandarlıqdır. Həmçinin Hindistanda da belədir. Amma ətlik daha çox bu çöl təbii zona, çöllər, sonra səhra yarım səhraları olan yerlərdə, dağlıq yerlər, yəni otla qidalanan yerlərdə isə əsas ətlik yönümlüdür.